Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə Bakı şəhəri Nizami rayonunda yerləşən avtomobil təmiri sexində yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğın söndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 175 kvadrat metr olan bir dam altında tikilmiş 7 boksdan ibarət avtomobil təmiri sexinin yağ dəyişmə hissəsində baş vermiş yanğının genişlənməsinə, həmçinin digər bokslara yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində sexin 2 boksunun yanar konstruksiyaları və damına yığılmış təkərlər 50 kvadrat metr sahədə yanıb. Avtomobil təmiri sexinin böyük hissəsi yanğından mühafizə olunub.